Salam dəyərli izləyicilər. Bugünkü videomuzda iqlim diaqramlarını təhlil etməyə çalışacağam. Çoxunuzun bu iqlim diaqramlarında çətinlik çəkdiyini bilirəm, amma düzgün təhlil etsək, düzgün analiz etsək, elə də çətin bir şey yoxdur. Bugün də sizlər üçün lazımlı olan əsas iqlim diaqramlarını, imtahana düşmə ehtimalı çox olan əsas iqlim diaqramlarını təhlil etməyə çalışacağam. 4-cü suala baxaq. Diaqrama uyğun gəldiyi iqlim qurşağına aid olan xüsusiyyətləri istəyir bizdən. Diaqrama baxırıq. Temperatur il boyu 20 dərəcədən yuxarıdır, 20-25 dərəcə. Yağıntının illik miqdarı isə il boyu demək olar ki, bərabər paylanır və 2000 mm-dən yuxarıdır. Bu çox rahat bir diaqramdır və ekvatorial iqlim qurşağına aid olan diaqramdır. Yəni ifadələrə baxaq. Birinci ifadədə deyir, musson iqlim tipinin müşahidə edilmədiyi bütün materiklərdə müşahidə edilir. Əlbəttə ki, Antarktidada ekvatorial iqlim qurşağı yoxdur, nə də musson iqlimi müşahidə olunmur, həmçinin Avstraliyada. Ona görə birinci ifadə yanlışdır. İkinci ifadə il boyu isti və rütubətli olub, qalxan hava və alçaq təzyiq sahəsi müşahidə edilir. Doğru variantdır. İl boyu hava isti və rütubətli olur, havanın qalxan hərəkəti və alçaq təzyiq sahəsi müşahidə olunur. Qırmızı qonur torpaqlar inkişaf edib, yağıntılar ilin isti dövründə müşahidə edilir. Bu yanlış ifadədir, çünki bu subekvatorial iqlim qurşağına aid bir ifadədir. Yağıntıların ilin isti dövründə müşahidə edilməsi bildiyimiz kimi yay aylarında ekvatorial hava kütlələri təsir edir. Dördüncü ifadəyə baxaq. İqlim qurşağı daxilində inkişaf etmiş ölkələr qrupuna daxil olan ölkələr mövcuddur. Ölkə və ya ölkələr mövcuddur. Bu doğru ifadədir, çünki Malakka yarımadasının cənubu bildiyimiz kimi ekvatorial iqlim qurşağına düşür və orada inkişaf etmiş Sinqapur dövləti yerləşir. Relyefin hündürlüyünün müxtəlifliyi səbəbindən Afrika materikində tam zolaq əmələ gətirmir. Bu da doğru ifadədir. Şərqi Afrika yaylasında ekvatorial iqlim davam etmir, yəni orada relyefə görə tam zolaq əmələ gətirmir. 6-cı fikrə baxaq. Ekvatordan şimalda yerləşən bütün materiklərdə rast gəlinir ifadəsi əlbəttə ki, yanlışdır, çünki Şimali Amerikada yoxdur. Bizdən doğru ifadələr istədiyinə görə 2, 4, 5 sualımızın cavabı B variantı. Deməli, növbəti diaqramımıza baxırıq. Ən çox istifadə olunan diaqramlardan biridir. Burada da bizdə aid olan soruşur. Baxırıq, temperatur mənfiyə düşmür və yay aylarında, isti aylarda, ona görə bu şimal yarımkürəsində yerləşir. Bu isə yağıntıların miqdarı yay aylarında boldur. Əlbəttə ki, bu şimal yarımkürəsində yay aylarının bol olduğu iqlim mussondur və bu subtropik mussonudur. Çünki temperatur mənfiyə düşmür. Əgər temperatur mənfiyə düşsəydi, biz bunu mülayim musson olaraq götürərdik. Amma temperatur mənfiyə düşmür deyə bu subtropik mussonudur. Birincidə nə deyir? Mülayim musson Kamçatka. Zaten Kamçatka yarımadası dəniz iqlimində yerləşir. Heç mussonda yerləşmir. Həmçinin mülayimin də mussonu deyil. Ona görə birinci ifadəni yanlış olaraq götürdük. Subtropik musson Florida yarımadası. Bəli, tamamilə doğru ifadədir. Florida yarımadası subtropik musson rejimində yerləşir. Bundan əlavə Florida yarımadası Atlantik sahili, ovalıq, cənubi, cənub-şərqi və şərqi Asiya əraziləri musson iqlim tipində formalaşıb, daha doğrusu yerləşib. Ona görə 2 düzgün cavabdır. Subtropik Aralıq dənizi deyil, əlbəttə ki, Aralıq dənizində qış aylarında düşür yağıntı. Ona görə bunu da götürmürük. Subtropik musson Rük adası, bəli, Rük, Küsü, bir də Honshu adasının cənubu subtropik musson iqlimində yerləşir. Ona görə də 4-də götürürük. Mülayim dəniz deyil, Taymır yarımadası, bu da səhv fikirdir. Ona görə bunu da götürmürük. Cavabımız olacaq 2, 4, C variantı. Növbəti diaqrama diqqət edək. Deməli, bu diaqramda temperatur mənfiyə düşür. İlin isti dövründə 25 dərəcədən də yuxarı olur və yağıntılar əsasən ilin isti dövründə düşür. Bu da musson diaqramıdır. Az əvvəl göstərdiyimiz diaqramla eyni diaqramdır. Amma burada bir fərq var ki, bu mülayim mussondur. Çünki temperatur mənfiyə düşür. Çünki biz bayaq qeyd etdik ki, subtropik mussonda temperatur mənfiyə düşməz. Amma mülayim mussonda temperatur mənfiyə düşür. Yəni, indi mülayim mussonla bağlı fikirlərə baxaq. Deyir, Kuril adaları, Kamçatka yarımadası Yapan adalarının şimalı aiddir. Yapan adalarının şimalı aiddir. Amma Kuril adaları, Kamçatka yarımadası mülayim dəniz iqlimində yerləşir. Ümumiyyətlə, mülayim musson tipində 3 dənə ada yerləşir. Sakhalin adası, Hokkaido adası, bir də Honshu adasının şimalı. Bu 3 ada mülayim mussonda yerləşir. Deyir, ikincidə deyir, bu ifadəni götürmür, bu yanlış ifadədir. Yanvar ayının orta temperaturu 0 dərəcədən aşağı olduğu üçün çaylar qışda buz bağlayır. Bəli, diaqramda gördüyümüz kimi yanvar ayının orta temperaturu mənfini göstərir və çaylar buz bağlaya bilər. Yalnız sahəsinə görə ən böyük olan materikin şərqində rast gəlinir. Bu da doğru ifadədir. Yalnız Avrasiyanın şərqində rast gəlinir. Şimali Amerikada Labrador yarımadası, Avrasiyada isə Sakhalin adası, bu iqlim yeri. Sakhalin adası doğrudur, yerləşir. Amma Şimali Amerikada mülayim musson yoxdur. Ona görə 4-cü sualda səhvdir. Çaylarının su rejimində
Yay və qış fəsilləri arasında kəskin fərq var. Böyle gördüyümüz kimi kəskin fərq var. Temperatur amplituda yüksəkdir. Ona görə 5-i də götürürük. Yayda subarktik, qışda isə subtropik hava kütlələrinin təzyiqinə məruz qalır. Əlbəttə ki, bu əsas iqlim quşağıdır və hava kütləsi var. 2, 3, 5. Aid olmayanı istəyirsə bizdən 1, 4, 6 olaraq götürəcək cavabımız da A variantı. Növbəti diaqramımıza baxaq. Bu diaqramda da temperatur mənfiyə düşmür. Müsbət 0-10 dərəcə arasından 20-30 dərəcə arasına qədər qalxa bilir və yağıntının əsas hissəsi soyuq dövrdə, ilin soyuq dövründə düşür. Və əlbəttə ki, şimal yarımkürəsində yerləşir və ilin soyuq dövründə düşürsə, yağıntı temperatur mənfiyə düşmürsə, bu subtropikin aralıq dəniz iqlim tipidir və imtahanlarda ən çox istifadə olunan iqlim diaqramı məhz subtropikin aralıq dəniz iqlim tipinin diaqramlarıdır. Və biz bu diaqrama aid olmayan xüsusiyyətləri seçməliyik. Deyir, şimal və cənub yarımkürəsində həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin ərazisində rast gəlinir. Bu doğru ifadədir. Bunu hardan bilirik? Məsələn, şimal yarımkürəsində Afrikanın şimalında yerləşən ölkələr, inkişafda olan ölkələr, Avropanın cənubunda yerləşənlər isə inkişaf etmiş ölkələrdir. Həmçinin Cənubi Afrika Respublikası cənubda inkişaf etmiş ölkədə ərazisində rast gəlinir və Cənubi Amerika və Avstraliya ərazisində də rast gəlinir. Aqroiqlim ehtiyatları mülayim iqlim qurşağından zəngindir. Təbii ki, subtropik iqlim qurşağında havanın temperaturlar cəmi, yəni istilik cəmi mülayim iqlim qurşağından yüksək olduğuna görə aqroiqlim ehtiyatları da burada yüksəkdir. Afrika, Şimali Amerika və Avrasiya materiklərində rast gəlinir. Bəli, doğru ifadədir. Afrikanın şimalında, Şimali Amerikanın qərbində, Avrasiyanın da qərbində rast gəlmək mümkündür. Yağıntıların əsas hissəsi qış aylarında düşdüyü üçün çayları yayda suvarmada istifadə edilir. Bəli, yağıntıların əsas hissəsi qış aylarında düşür və yayda suvarma əkinçiliyindən istifadə olunur. Avrasiyanın və Avstraliyanın şərq sahillərində yayılmışdır. Düzdür, Avstraliyada da yayılıb, Avrasiyada yayılıb, amma Avrasiyanın şərq yox, qərb sahillərində yayılıb, aralıq dəniz boyunca. Bu yanlış ifadədir, ona görə cavabımız olacaq E variantı. Növbəti diaqramımıza baxaq. Deməli, bu diaqramda temperatur mənfiyə düşmür. 10-15 dərəcə arası maksimum temperatur olur və ilin soyuq dövründə də 0-10 dərəcə arasında temperatur olur və yağıntıların miqdarı da yüksəkdir. Şimal yarımkürəsində yerləşir, yağıntıların miqdarı yüksəkdir. Rütubətli tropik ola bilməz, çünki orada bu qədər yağıntı olmaz. Subtropikin də olmaz, çünki subtropikdə bərabər yağıntı tip ancaq cənuba aiddir. Bu, mülayimin dəniz vilayətidir. Gördüyümüz kimi, rütubət bol, temperatur yüksək. Bu, mülayimin dəniz vilayətinə aid bir diaqramdır. Və dəniz vilayəti də əsasən Qərbi Avropa ölkələri üçün xarakterikdir. Gəlin fikirlərə baxaq. Deyək, Skandinaviya və Labrador yarımadasının böyük hissəsi bu iqlim vilayətində yerləşir. Labrador yarımadasının böyük hissəsi subarktik iqlim qurşağında yerləşir. Skandinaviya yarımadasında yalnız qərb hissəsi bu iqlim vilayətinə düşür. Ona görə bunu götürmək düzgün olmaz. Orta illik temperatur 0 dərəcədən aşağı deyil. Bəli, zaten görünür diaqramımızdan. Ona görə bu götürürük bu variantı. Yayda arktik, qışda subtropik hava kütlələrinin təsirinə məruz qalır. Yenə deyirik, əsas iqlim qurşaqlarının öz hava kütlələri var. Aliyot adaları, bəli, Böyük Britaniya adası bu iqlim vilayətində yerləşir. Bəli, tamamilə doğrudur. Həm Aliyot adaları, həm Böyük Britaniya, Bretan yarımadası, Jutlandiya adası, Skandinaviyanın qərbi, mülayim dəniz iqlim vilayətində yerləşir. İllik yağıntının miqdarı aralıq dəniz iqlim vilayətinin yağıntısından çoxdur. İllik yağıntının miqdarı aralıq dəniz vilayətindən çoxdur. Bəli, tamamilə doğrudur. Aralıq dəniz sadəcə qış aylarında düşür, yayda quraq olur. Burada isə il boyu yağıntılı olur. Qərbi Avropadan Ural dağlarına qədər olan əraziləri əhatə edir. Xeyr, Qərbi Avropadan Ural dağlarına qədər olan ərazini əhatə edən mülayim kontinental iqlim tipidir. Mülayim dəniz iqlim tipi isə sadəcə Qərbi Avropa ölkələrini, yəni Mərkəzi Avropa ölkələrinin qərbini əhatə edir, bir də Skandinaviya yarımadasının qərbini əhatə edir. Ona görə bu ifadə düzgün deyil. Düzgün cavabı istəyirsə bizdən 2, 4, 5, yəni D variantı. Son olaraq bu diaqramı göstərmək istəyirəm sizə. Deməli, diaqramda temperatur 20 dərəcədən yuxarıda qalxır və 10 dərəcəyə qədər enir. Deməli, burada fəal temperatur cəmi yüksəkdir. Yağıntıların miqdarı az olsa da il boyu eyni yağıntı düşür. Bu diaqram subtropikin bərabər rütubətlənən tipi üçün xarakterik olan diaqramdır və bu diaqramın olduğu tipə ancaq cənub yarımkürəsində rast gəlmək mümkündür. Yəni, indi fikirlərə baxaq. Deyir, cənub yarımkürəsində tropik dəniz vilayətinə aiddir. Tropik dəniz deyil bu. Tropik bərabər rütubətlənəndir. Tropik dəniz ayrıdır, bərabər rütubətlənən ayrıdır. Deyir, Cənubi Amerika, Afrika və Avstraliya materiklərinin cənub-şərq hissəsində yayılmışdır. Bəli, bu doğru ifadədir. Həm Cənubi Amerikanın, həm Afrikanın, həm də Avstraliyanın cənub-şərq hissələrində bərabər rütubətlənən subtropik iqlim tipi yayılmışdır. Yağıntılar il boyu bərabər paylanır. Doğru ifadədir. 3-ü də götürürük.
İstilik bol olsa da yağıntının az olması aqroiqlim ehtiyatlarını məhdudlaşdırır. İstilik bol olsa da yağıntının az olması aqroiqlim ehtiyatlarını məhdudlaşdırır. Bu düzgün ifadə edilir. Çünki aqroiqlim ehtiyatları birbaşa istiliklə əlaqəlidir. Aid olduğu iqlim qurşağında yağıntılar ancaq qış fəslində müşahidə edilir. Xeyr, dediyimiz kimi il boyu bərabər paylanır. Şimal yarımkürəsində bu iqlim yarım vilayətinə rast gəlinmir. Bu da doğru ifadədir. Bərabər rütubətlənən yalnız cənub materiklərində, yəni cənub yarımkürəsində rast gəlinir. Bizdən də aid olan xüsusiyyətlər soruşur. 2, 3, 6, doğru cavabımız B variantı. Son olaraq bu iki iqlim diaqramını göstərmək istəyirəm sizə. Deməli, burada temperaturdan göründüyü kimi cənub yarımkürəsindədir. Yağıntılar cənubun yay aylarında düşür. Yəni bu subekvatorial iqlim qurşağıdır və 2245 mm qədər yağıntı düşür. Bu cənub subekvatorial iqlim qurşağına aid olan diaqramdır. Və ora aid şəhərləri seçəcəyik. Dakar Seneqalın paytaxtıdır. Şimal yarımkürəsində yerləşir. Ona görə götürmürük. Dehlidə həmçinin Hindistanda yerləşir. Madrid, Roma Aralıq dəniz iqlimində yerləşirlər şimalda. İspaniyanın paytaxtı və İtaliyanın paytaxtıdır. Dodoma şəhəri. Dodoma şəhəri, bəli, cənub yarımkürəsində yerləşir. Tanzaniyanın paytaxtıdır. Braziliya şəhəri də Braziliyanın paytaxtıdır. Cənub subekvatorialda yerləşir. Düzgün cavabımız C olacaq. Digər şəhərlərdə baxaq, Cape Town, Cənubi Afrika Respublikasında yerləşir. Bildiyimiz kimi orada Aralıq dəniz iqlim tipidir. Caracas. Caracas şəhəri Venezuelanın paytaxtıdır. O da şimal yarımkürəsində yerləşir. Ona görə olmaz. Cape Town dedik. Sydney Avstraliyadadır. Subtropik iqlim qurşağında Avstraliyanın cənub şərqində yerləşir. Rütubətli subtropikdə yerləşir. Ona görə olmaz. Wellington şəhəri də Yeni Zelandiyanın paytaxtıdır. Yeni Zelandiyada bildiyimiz kimi şimalı subtropik, cənubi mülayimdə yerləşir. Ona görə bu da olmaz. Düzgün cavab C variantı. Növbəti diaqramımız isə baxın, yenə cənub yarımkürəsindədir. Yenə iyun, iyul, avqust aylarında yağıntı bol düşür. Yəni cənubun soyuq aylarında yağıntı bol düşür. Soyuq aylarda yağıntı bol düşür, temperatur da mənfiyə düşmürsə, bu cənubun aralıq dəniz iqlim tipidir. Bunun tərsi, əgər bura hündür olsaydı, yağıntı burada çox olsaydı, iyun-iyul aylarında aşağı olsaydı və temperatur göstəricisi tam əksinə olsaydı, şimalın aralıq dəniz iqlim tipi olardı. Amma burada cənubun aralıq dəniz iqlim tipidir və buna aid xüsusiyyətləri istəyir bizdən. Deyir, aid olduğu materikdə musson rejimi vardır. Bu cənub materikləri üçün xas bir diaqramdır. Ona görə bu düzgün deyil. Çünki musson iqlimi cənubda yoxdur. Ən yüksək temperatur iyun ayında müşahidə olunur. Xeyr. Çünki iyun ayında ən yüksək temperatur şimal yarımkürəsində müşahidə olunur. Bu cənub yarımkürəsində. Cənub yarımkürəsində ən isti ay dekabr, fevral, yanvar aylarıdır. Diaqramın aid olduğu ərazinin qış fəslində çayları bolsulu olur. Qış fəslində bəli bolsulu olur. İyun, iyul, avqust aylarında. Çünki cənubun qış ayları iyun, iyul, avqust aylarıdır. Ona görə C variantı doğru olacaq. Aralıq dənizi sahilində yerləşən ölkələr üçün səciyyəvidir. Xeyr, o şimal. Bu diaqram deyil. Bu diaqramın şimal aralıq dənizi üçün olan səciyyəvidir. Cənub yarımkürəsində bütün materiklərdə rast gəlinir. Cənub yarımkürəsində bütün materiklərdə rast gəlinir. Çünki Antarktidada bu iqlim vilayəti yoxdur. Ona görə düzgün cavabımız C variantı olacaq.